Bir daha xoş gördük sizi dəyərli izləyicilərimiz. Bəli, qeyd etdiyimiz kimi bugün məktəblər arası Milli Hakaton yarışmasının olimpiyada mərhələsi təşkil olunur və hal-hazırda biz 161 nömrəli tam orta məktəbdəyik və ümumiyyətlə olimpiyada mərhələsi barəsində məlumat vermək üçün isə biz yaxınlaşacağıq. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sektor müdiri Nilüfər xanım Rəhimova. Nilüfər xanım, xoş gördük sizi. Salam. Necəsiz, necə gedir? Çox sağ olun, çox yaxşıyam. Qeyd etmək istərdim ki, ümumiyyətlə 2025-ci il üzrə məktəblər arası Milli Hakatona start verilmişdir və bildiyiniz qədərilə mart ayından etibarən biz bu prosesə start vermişik. Ümumilikdə Milli Hakatona Respublika üzrə 390 mindən çox şagird cəlb olunmuşdur və birinci əyani olimpiyada mərhələsi uğurla başa çatmışdır və 15 min şagirddən ikinci əyani olimpiyadaya vəsiqə qazanan 1640 nəfər uğurlu nəticə göstərmiş və bugün 30 may tarixində biz ikinci əyani olimpiyada mərhələsini təşkil edirik. 1640 nəfərimiz 47 şəhər və rayondan belə deyək, rayon üzrədir və şagirdlər 3 saat ərzində proqramlaşdırma üzrə tapşırıqları həll edirlər. Qeyd etmək istərdim ki, növbəti mərhələyə ən uğurlu, ən yüksək bal nəticə toplayan şagirdlər vəsiqə qazanacaq və növbəti artıq mərhələ yarım final formasında təşkil olunacaq və komandalar şəklində şagirdlər yarışacaqlar. Çox sağ olun, çox təşəkkür edirik və bir daha qeyd etmək istəyirəm ki, yanımda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sektor müdiri Nilüfər xanım Rəhimova idi ki, o məhz bu olimpiyada haqqında bizə məlumat verdi. Bir daha təşəkkür edirik. Bəli, dəyərli izləyicilərimiz, hazırda imtahan prosesi gedir və Nilüfər xanımın da az öncə qeyd etdiyi kimi 10 tapşırığı 3 saat ərzində bizim şagirdlərimiz yerinə yetirməlidirlər və mərkəzləşdirilmiş qaydada bu imtahanlar təşkil olunur. 1640 nəfər ümumilikdə imtahan mərkəzlərinin sayı 12, yəni Bakı, Sumqayıt, Gəncə şəhərləri də daxil olmaqla 12 imtahan mərkəzində təşkil olunur. Ümumilikdə 1640 nəfər şagird mübarizə aparır və onlar yarım final uğrunda mübarizə aparırlar. Bütün şagirdlərimizə uğurlar arzu edirik.